Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. Deməli, İslamın fəziləti kitabını oxumağa davam edirik. Bundan əvvəlki bab sünni tabiçilik babı idi. İndi isə şeyx növbəti baba keçirdik. Bəb mə cəə fi qurbətil İslam və fadlil qurabə. İslamda qəribçilik və qəriblərin fəziləti barədə. Və qavlihi Teala fələulə kənə minəl quruni min qablikum ulu bəqiyyətin yenhəvnə anil fəsədi fil ard. İllə qalilən mimmən əncəynə minhum. Şeyx birbaşa yenə ayə gətirir, üslubuna davam edir, yəni. Deyir ki, Allah subhanət hala belə buyurur. Kaş ki, deyir, sizdən əvvəlki qövmlərdə fəzilət və yaxud da ağıl sahibləri olardı. Onlar yer üzündə fəsadı qadağan edərdilər. Sonra deyir ki, illə qalilən mimmə əncəynə minhum. Yalnız deyir, onlardan az bir qismi vardı ki, biz onları deyir, xilas elədik. Yəni, yer üzündə fəsadı qadağan eləyənlər çox az idi. Allah subhanət hala onu deyir, yəni əvvəlki qövmlərdən. Və Şeyx Salih Fovzan deyir ki, İslam, yəni şeyxin bu babı gətirməsində məqsədi odur ki, Şeyx Muhammed Abahab niyə görə deyib ki, İslamın qəribliyi. Çünki deyir, İslam qərib başladı. Necə deyir, bilirsiniz, Peyğəmbər s.ə.v Allah subhanət hala ona Aləq surasının ilk 5 ayəsi ilə Peyğəmbərliyi verdi. Yaradan Rəbbinə bil oxu. Sonra Müddəssir surəsinin ilk 5 ayəsi ilə rəsulluq verdi. Rəsul da nədir? Artıq insanları qorxutmalıdır. Cəhənnəmdən qorxutmalıdır, cənnətlə müjdələməlidir. O Müddəssir surəsinin ilk ayələrdə Yə eyyuhəl müddəssir qum fəənzir. Ey bürünmüş Peyğəmbər. Niyə görə bürünmüş deyir? Çünki Peyğəmbər s.ə.v Cəbrail əleyhissalamı görmüşdü və qorxmuşdu. Vəhyin ağırlığından qorxmuşdu və evə gəlib demişdi ki, məni bürüyün. Və o bürünəndə o ayələr gəldi. Ey bürünmüş Peyğəmbər, qalx və qorxuz. Qalx və qorxuz. Və deyir, bu əmir təkdə gəlmişdi və Peyğəmbər s.ə.v tək idi o. Yəni, İslam qərib başlamışdı. Şeyx Salih Fovzan deyir ki, ona görə bu babı gətirir. Ki, doğrudan da İslam həmişə qərib olub. Sonra deyir, ona Əbu Bakır və Bilal qoşuldu. Ona görə Peyğəmbər s.ə.v deyir ki, ona sual verəndə ki, səninlə birlikdə kimdir? Məsələn, sahabələrdən biri iman gətirməmişdən öncə Amr ibn Abəsə gəlir Peyğəmbər s.ə.v yanına və deyir, o özü rəvayət edir ki, həmin sahabə, mən deyir, cahillik dövründə insanların hamısının zəlalətdə olduğunu bilirdim. Çünki deyir, onlar bütlərə ibadət edir. Yəni, o sahabədə tövhid var idi qəlbində. Və deyir, onlar bütlərə ibadət edirdilər. Və deyir, bir kişi barəsində eşitdim Məkkədə və eşitdim ki, o xəbərlər verir. Və deyir, minimə mindim, getdim onun yanına. Gəldim, yaxınlaşdım. Dedim, sən kimsən? Dedim, mən Allah Rasuluyam. Və sonra hədis uzundur. Sonra dedim ki, və səninlə bərabər kimdir? Səninlə onlar kimdir? Peyğəmbər s.ə.v onda deyir ki, bir azad, bir də qul. Yəni, bir Əbu Bakır, bir də Bilal. Yəni, qərib idilər, az idilər. Əsas mövzu, yəni şahid yeri budur. Və Peyğəmbər s.ə.v öz hədislərində dedi ki, İslam qərib başladı və qərib bitəcək. Necə İbn Ömərə Peyğəmbər s.ə.v nəsiyyət eləyəndə İbn Ömər deyir ki, Peyğəmbər s.ə.v əllərini çiynimə qoydu və mənə dedi ki, kun fid dunya kənnəkə qarib. Dünyada qərib ol. Qərib kim ol? Əv abiris sabil. O yaxud da yoldan ötən biri kimi. Qərib nə edilir? Qərib biri hansısa ölkəyə düşüb, orada heç nəyi tanımır. Heç bir şeydən məlumatı yoxdur. Və ya Peyğəmbər s.ə.v başqa bir hədisdə deyir ki, mənim misalım dünyada olan bir kişinin misalı kimidir ki, mininin üzərində də yol gedir. Gəlir bir ağacın kölgəsində kölgələnir, sonra yoluna davam edir. Və Peyğəmbər s.ə.v də sahabəsinə qərib olmağı tövsiyə edir. Yəni, qəriblik pis bir şey deyil. Peyğəmbər s.ə.v onda ki, kun fid dunya kənnəkə qarib. Dünyada qərib kim ol? İbn Ömər də bu hədisdən təsirlənib həmişə deyərdi ki, axşama çıxdığında səhəri gözləmə. Səhərə çıxdığında da axşam gözləmə. Sağlamlığından xəstəliyin üçün, həyatından da ölümün üçün pay götür. Yəni, səhərə çıxdı, axşamı gözlə mənə deyir, yəni, arxayın olma ki, axşama yaşayacaqsın. Və axşama çıxdı, səhəri gözləyən, arxayın olma ki, səhər öləcəksən. Yəni, ölümün hər an özündə hiss elə. Təsəvvür elə ki, indi öləcəksən, nə əməl eləyərdin? Heç kəs deməz ki, günahlar eləyərdim. Ancaq səhv eləyərdim başqa. Mömin ancaq deyər ki, namaz qılardım, oruç tutardım, belə eləyərdim, elə eləyərdim. Ona görə onları hindi eləyən. İbn Ömər onu demək istəyir. Radiyallahu anh. Şeyx Salih Fovzan ayə gətirir və deyir ki, وَمَثَلُهُمْ فِي الْإِنْجِيلِ كَزَرَعَ أَخْرَجَ شَطْأَهُ فَأَزَرَ فَاسْتَغْلَظَ فَاسْتَوَى عَلَى سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ. Bu da məşhur ayədir Fəth surəsində. Muhammedun Rasulullah, Allah Subhanahu deyir ki, Muhammed Allahın Rəsuludur. Ona tabe olanlar isə
onların vəsflərini gətirir sonra. Onların deyir vəsfləri həmçinin İncildə və Tövratda var. Yoxsa sahabələrin vəsfləri və Tövratda və İncildə var. Onları bir əkin sahəsinə bənzədir. O əkin sahəçisi ki, əkinçiləri təəccübləndirir. Onların vəsflərini verir orada. Və onlar da az idi. Sahabələr də həmişə az idi. Bunu azlığa dəlil edir. Və ayənin sonunda deyir ki, liyəğidə bihumul kuffar. Və deyir, kafirlər isə buna baxıb qəzəblənərlər. Sahabələr bir görür. Niyə görə? Çünki əkin sahəsi necə olur? Adın bir boyda olur. Niyə? Çünki eyni əkiliblər. Onlardan hansı üstün, hansı aşağı olmur. Hamısı eyni olur. Ona görə alimlər bunu dəlil gətirir. Kim sahabələri söyərsə, artıq dindən çıxmış olar. Çünki ancaq kafir qəzəblənə bilər sahabələrə. Təbii ki, hüccət çatandan sonra. İslam müsəlmandır. Ona görə Şeyx Salih Fovzan deyir ki, İslam qərib başladı və qərib davam edəcək. Və sonunda da qəribləşəcək yenə də. O qəribliyi də ancaq deyir, dindən tutunanlar hiss edəcək. Kimlər ki, deyir, dindən tutunub, onlar din onu hiss edəcəklər. Və sonra şeyx deyir ki, ayədə Uca Allahın deməsi ki, فَلَوْلَا كَانَ مِنَ الْقُرُونِ مِنْ قَبْلِكُمْ Kəş ki, sizdən öncəkilər də ağıl sahiblərinin onunla yer üzündə fəsadı qadağan edərdilər. Yəni ki, sizdən əvvəlki ümmətlər, mənası odur. Sizdən əvvəlki ümmətlər yaxşılıqla əmri pislikdən çəkindirmirdilər. Yalnız az bir qismi istisna olmaqla. Bu da deyir, dəlalət edir ki, yaxşılığa əmr edib pislikdən çəkindirmək lazımdır. Ki, insanları və özü əzabdan qurtarasın. Sonra şeyx davam edir. Şeyx Muhammed Vahab deyir ki, وَعَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللّٰهُ عَنْهُ مَرْفُوعًا بَدَأَ الْإِسْلَامُ غَرِيبًا وَسَيَعُودُ غَرِيبًا كَمَا بَدَأَ فَتُوبَ لِلْغُرَبَاءِ Əbu Hüreyrədən hədis gətirir. O da səhih hədisdir, Müslimdə gəlib. Peyğəmbər s.ə.v deyir ki, İslam qərib başladı və qərib də olacaq. Necə başlayıbsa, elə də qəribliyinə qayıdacaq. Və deyir, qəriblərə tubə olsun. Bəzi alimlər deyib ki, tubə cənnətdə ağacın adıdır. Bəziləri deyib ki, cənnətin bir bağçalarından bağçadır. Yəni ona cənnət olsun. Sonra hədis davam edir. Min hədis İbn Məsud. İbn Məsudun hədisində isə sahabələr soruşur ki, qəriblər kimdir? Peyğəmbər s.ə.v deyir ki, Ən-nuzza'u minəl-qəbəi. Yəni öz qəbilələrindən ayrılıb çıxanlar. Qəbilələrinə bağlı qalmayanlar. Başqa bir hədisdə qəriblər barəsində deyir ki, soruşanda Peyğəmbər s.ə.v deyir ki, Əl-ləzīnə yəsluhunə idə fəsədən-nəs. Bir rəvayətdə belə gəlib. Bir rəvayətdə gəlib ki, Fətubə lil-ğurabə əlləzinə yuslihunə mə əfsədən-nəs min sünnəti. Birində yəslihunə gəlib, feil, yəsluhunə. Birində gəlib yuslihunə. Yəsluhunə özünü islah eləmək deyilir. Bir hədisdə gəlib ki, Peyğəmbər s.ə.v deyir ki, qəriblər insanlar fəsada uğrayanda özlərini islah eləyənlərdir. Digər bir hədisdə gəlib ki, insanlar fəsada, mənim sünnətimdən fəsada uğrayanda onları islah eləyənlərdir. İki vəsfin ikisi də gəlib. Və başqa bir hədisdə də gəlib ki, وَفِيهِ فَتُوبَ يَوْمَيْذٍ لِلْغُرَبَاءِ إِذَا فَسَدَ النَّاسِ Tubə olsun qəriblərə, o gün ki, insanlar fəsada uğrayacaqlar. Allah sabit qalacaqlar. Və Peyğəmbər s.ə.v Şeyx Salih Fovzan deyir ki, İslam dinindən tutunanların az olması barədə xəbər verir. Və deyir ki, onlara tubə olsun. Bu da müsəlmanları bu şeyə həvəsləndirmək üçündür. Tubə də, necə dedik, cənnətdir və yaxud da cənnətdə olan bir ağacdır. Necə ayədə gəlib, tubə ləhum və husnə məəb. Onlara tubə olsun və onların sonluğu necə də gözəldir. Sonra orada Peyğəmbər s.ə.v deməsi ki, öz qəbilələrindən ayrılandır. Nuzza'u, Şeyx Salih Fovzan buna başlayır ki, bu nəzi sözünün, yəni ayrılan sözünün mənasıdır və o da qərib mənasını verir. Yəni öz əhlindən və yaxud da yaxın qohum əqrabasından ayrılıb, onlardan ayrılıb. Onların yanındansa vətənini tərk edib, dinin sünnələrini yaşamaq üçün, dinin yolunda getmək üçün. Və belə insanlar da Şeyx Salih Fovzan deyir ki, çox az olur ki, öz qəbiləsindən ayrılsın. Təbii ki, onlar müxalif olanda ayrılırsan. Onlar əgər din üzərindəsə, onlardan ayrılmaq lazımdır. Və Şeyx sonra o biri hədisi başa salır. Deyir, ümumi bu hədislərdə Peyğəmbər s.ə.v qəriblərin bizə 3 vəsfini verdi. Birincisidir ki, öz qəbilələrindən ayrılanlar. Yəni, bu mənası odur ki, öz vətənlərindən və yaxınlarından ayrılır ki, bir məqsəd üçün, dinini yaşamaq üçün. İkincisi, insanlar fəsada uğrayanda özlərini islah edənlər. Yəni, din üzərində onlar səbr eləyərlər, insanlar fəsada uğrayanda və insanlara baxmazlar. Deməzlər ki, biz də insanlar kimiyik, özlərini onlarla bir eləməzlər. Və deməzlər ki, biz tək qalmışıq, biz də onlara tabi olmalıyıq. Yəni, insanların çoxluqları onları allatmaz və yaxud da ölkəmizdəki cəmaata tabi olaq,
Bu sözləri deyir, deməzlər onlar. Əksinə deyir, onlar öz azlıqları ilə səbr eləyərlər. Hətta insanlara müxalif olsalar da, insanların hamısı fəsada uğrasalar da, onlar fəsada uğramazlar. Lakin deyir, özlərini islah eləməyə çalışarlar. Deyir, şeyx deyir ki, bu çox çətindir və buna səbr lazımdır, sabitçiliyi lazımdır, güclü olmaq lazımdır və bilmək lazımdır, yəni öyrənmək lazımdır. Üçüncüsü isə yuslihuna ma əfsədən nəs. İnsanlar fəsada uğrayanda insanları islah edənlər. Bu da deyir, salihlərdir. Öz nəfslərində salih olub, başqalarını da salih eləmək istəyənlərdir. Onlar da deyir, Allahın yoluna çağırır, yaxşılığa əmr edib pislikdən çəkindirirlər və xeyri öyrədirlər. Və gücləri çatan qədər insanları öyrədirlər, islah eləməyə çalışırlar. Sonra şeyx o biri hədisi gətirir, sonuncu hədisi ki, Tirmizdə gələn və orada deyir ki, insanlar fəsada uğrayanda onları islah eləyərlər və bu ayə ilə onu bağlayır ki, "Mə kənə rabbuka liyuhlikəl qura bizulmin və əhluhə muslihun." Deyir ki, sənin Rəbbin bir kəndi, bir toplumu zülm ilə həlak etməz. O vaxta qədər ki, onun əhli, yəni onların zülmünə görə, insanların zülmünə görə onları həlak etməz. O vaxta ki, onların əhli islah edənlər olarlar. Şeyx Salih Fovzan deyir ki, fikir ver, demədi, onlar salih olarlar. Dedi, islah edənlər olarlar. Yəni, həm salih olmalılar, həm islah edəcək. Ona görə deyir ki, yaxşılığı əmr edib, pislikdən çəkindirmək, hətta şərrin qapısına bağlayır. İnsanlar üçün Allahın bəlasının qarşısında pərdə olur. Çünki salih olmaq insanın özünə xeyir verir. Amma deyir, insanları azınlıq içində görmək, şər içində görüb susmaqsa, insanı həlakə aparır, hətta salih olsan da. Ona görə neçə hədislərdə gəlib mənası odur ki, yəni fitnələr gələcək və bütün insanlar o fitnəyə düşəcək, bəlalar gələcək, bütün insanlar bəlaya düşəcək, hətta içlərində salihlər olsalardı. Niyə görə? Çünki o salihlər yaxşılığı əmr eləyib, pislikdən çəkindirmədilər. Ona görə də insanın həqiqi qəribçiliyi başa düşmək istəyirsə İslamda, tək salih olması kifayət eləmir. Həm də muslih olmalıdır, yəni islah eləyən olmalıdır. Çünki salihliyi insanın özünədir. Amma islah edici olmazsa, ümumi cəmiyyət üçündür, əhl-sünnə üçün, cəmaat üçün. Şimdi burada dayanaq. Allah nəsb edən namazdan sonra davam edək. Subhanəkə və bihamdikə, əstəğfirullah.